Hamınıza salam dostlar. Yine bu Frit videosuyla karşınızdayım. Bu günlərim sizlər gizli NPC'lərin yerini öğrenəcəyik və bu NPC'lərin nə verdiyini, nə etdiyini, sizin hansı əşyalarınızı götürdüyünü öğrenəcəyik. Bu belə düzü çox da NPC yeri bilmirəm, amma göstərəcəm də sizə. İndi yavaşdan videoya keçək. İlk NPC'miz buradadır. Dəqiqə. Buradaydı. Dostlar, elə klasik bir şəkildə yenə bir gizem videosudur Blox Fruits'dən. Baxın, dəqiqə. Burada olmalıydı. Baxın orada. Yaşıl xət var. Bu dostlar baxın budur. Bu NPC gördüyünüz kimi bacondur və bu bacon bu məndəki olan bu magma fruitini remove eləyir. Ömrü silir, yəni magma fruit lazımsız kimi eləyib silir envanterinə. İlk NPC'miz budur. İndi keçək sıradakı NPC'lərə. Belə dediyim kimi az NPC'nin yerini bilən, bəziləri qılınc verir, bəziləri belə yer göstərdi, görə verirsiniz. Bəziləri də mele verir, nə bilim, belə yumruqdan mele bu, yumruğun yerinə. Onların pul miqdarını da deyəcəm. İlk yerimiz magma köyüdür. Oradaki magma köyü. Və sizə oynarkən nəyəcə kasılmaq lazım olduğunu da deyəcəm. Əslində konumuz gizli NPC'lərin yeri deyildi. Yəni onu da başa salacağım da dostlar. Əgər kasılmaq istəyirsinizsə tövsiyələrim deyək ki səviyyə kasılmaq istəyir. Fruitiz yoxdur, yumruqla başlamışsınız. Birinci sizə bir seçki verəcəm. Sizin oyuna başlarkən ilk seçkiniz olacaq. Ya mele və qılınc seçicisi, ya da mənim seçdiyim kimi magma fruit seçicisi. Magma fruit yox da fruit seçicisi olmaq. Mən bunu seçmişəm. Tamamen sizə qalıbdır. Eğer fruit seçici olacaqsınızsa, bu gerçək gördüyünüz statslara verməyinizi tövsiyə edirəm. Amma qılınclı olsa, yaklaş, savunma və qılıça basın. Silaha vermək kimi bir hata eləməyin. Qətiyyən kasıla bilməzsiniz. Bu silahla kasılmaq çox çətindir. Silah da budur. Bu qətiyyən olmaz, yəni bunda kasılmaq mümkün deyil. Statslarınızı dediyim şeylər, əgər free yaxın işlədicisi olsanız, mən verdiyim statsı deyin. Əgər qılınc işlədicisi olsanız, dediyim yaklaş, savunma və qılıca verin. Gəlin indi fruitlərə keçək. Məndə o elemental fruitlər yoxdur, amma sizə tövsiyəm magma fruitlər superdir. Legit fruit də var. Bir dəqiqə göstərim sizə, səsi gəlir indi. Baxın, bunun kimi şeydir. Əlində gördüyünüz qılınc sizə indi belə gəlməyəcək. Amma çox superdir da. Baxın, əlindəki qılınc legit fruitin əsəridir. Normalda bunlar çox qəşəng olur. Bir də bu fruitləri V2 hala gətirmək var, amma onun üçün 1100 level olmaq lazımdır. Sonra başqa fruitlər legit və tövsiyə edirəm ki, sizdə Buddha varsa, Buddha sarı rəngli legitdən sonra siyah bir də yararlı ən gözəl fruit. Buddha yeməyə tövsiyə edirəm. Çünki Buddha'ya dönüşəndə biz hal-hazırda belə yaxından vururuq. NPC buradadır, təsəvvür edin ki. Biz də buradayıq, onu belə vururuq. Amma Buddha'ya dönüşəndə NPC burada olur. Belə biz böyük adam olur da. Buradan belə təpik vuran kimi öldürə bilirik.
Elə uzaq bir hasar olur. Uzaq bir yerdən hasar vura bilir. Ondan sonra smoke da seçə bilərsiniz. Məndə baxın var. Baxın smoke. Belə buz da seçə bilərsiniz. Onun da özünə aid qılıncı var. Alev də seçə bilərsiniz. Onda uça bilirsiniz. Belə falan eləyə bilirsiniz. Onun da əlindəsi var və Blooded də tercih edirəm. Sizə sadəcə 90 level kimi hasar vura bilmir əsgərlər, amma ondan sonra dəyişin. Bu yemək istəyərdim, amma magma fruitim yox da. Onunla belə pəncə ata bilirsiniz. Ondan sonra sizə pul qazanmaq üçün xəritə yeri deyəcəm. Bir dəqiqə. Baxın, oradakı xəritəni görürsünüz. Az da olsa görünür. Bir dəqiqə, baxın oradakı. Oradakı xəritə. Buradan görünmür indi. Mən yavaşdan gedeyim ora. Ya çalma, geri zekalı, çalma. Bir dəqiqə dostlar. Böyüdə yoxsa gəmi böyükdə anla görsədir. Görmüş olduğunuz qabaqdakı yer. Baxın, Legion Fruit'in bir digər özəlliyi də belə uçmaqdır. Prosto onun fırlatma olmur. Gərək V2-də, amma otomatik man eləmək olur. V2-yə hələ oho 1100 level lazımdır. Bu arada bir takipçim deyib ki, dost olaq. Hə, qaqa, şimdi sənə deyirəm. Dost olmaq istəyirsənsə Musa 870 CD-yə arkadaşlıq ata bilərsən. Mən hesabım budur. Yəni görmüş olduğunuz kimi. Bir də belə göstərdim ismimi. Bir dəqiqə, baxın Musa 870 CD. Belə yaşıl paltarı, bacon paltarı, yaşıl skinli adamım. Sen yoruma yaza bilər, arkadaşlıq ata bilər. YouTuberlə oynamaq qəşəng əyləncəli olur, amma elə böyümüş bir YouTuber deyiləm də mən. Abunə olanlarınız da var arada. Çox təşəkkür edirəm. Dediyim kimi 1000 abonəyə ya da 500 abonəyə çatsam həqiqi yüzümü göstərdəcəm. Bu arada belə YouTube videolarını çəkməyə YouTube-dən öyrənirəm mən. Shorts çəkən bildim. Deyirdim, bu niyə shorts olma, çıldırdım. Çəkmişdim Minecraft'da ağlımı oxu. 11 təhəri çəkdik də qardaşım. Buran qırdı, axırda dilimi qırdı, evi yox, buranı da sayaq. Axı, burada yuxarıya getmək lazımdır. Biraz içəri girim, reset atsam, daha tez getmək olsun yuxarıya. Bir dəqiqə. Ya, burada da var əsgərlər. Savaşçılar. Görmüş olduğunuz kimi dostlar, xəritəmizə gəldik. Biraz yuxarı çıxmaq vaxtı alacaq. Özəlliklə bulutlara görə yol görən bilmirəm mən çox da. Elə kasılmaq üçün çox super bir adadır. Amma sizə tövsiyəm 150 səviyyə olan kimi bura gəlməyin. Çünki bundan əvvəlki xəritədəki bossdan az verir. O bossu kəsə yavaş gəlir. Mən şəxsən elə eləmişəm. 175 levelda da bu var. Bossdan çox artıq verir. 450 1000 XP, amma normalda boss 415 1000 XP verir. Çox da əslində çox deyil. 45 000 XP çoxdur. Amma yenə də 75 level olub gəlməyizi tövsiyə edirəm. Pul üçün burada da əslində altın sandıq olmadı, amma elmas sandıq var. Buradan yuxarı baxanda kodlar olur. Food 10. Bir də sizə əlavə kodlarda deyim dostlar.
Bu videoya baxaraq bir neçə kod öyrənə bilərsiniz. B-L-U-X-X-Y. Baxın bu buxuyo. B-L-U-X-X-Y. Baxın bu kodlar, bu kod 2-yə vurur. Belə 2x-bizi 2-yə vurur. Mən işlətmişəm. Bir də kit. Bir də bu var. Bu da deyək ki, statsı səhv yerə verir. Statsı səhv yerə verdiniz. O sizə stats yeniləmə verəcək. Yeniləmək üçün də gələ bilərsiniz bura. Buradan iadə var. Ona baxsaq olar. Ya mən videonun ortasında bunu açdırmadan mən bir dənə qoydum sən getdi 500 canım. Sənin mən anavın, bacımın. Ay. Sən ölsən varlıqov. Sıfırlaq. Təzə başdan hütbəl çəkil lan o. Hə dostlar, pul qazanmaq üçün buradakı xəritəni tövsiyə edirəm. Bir dəqiqə. Ora gedə bilsən daha çətin getmək olur. Belə birinci belə getmək olar. Belə. Aha gəldim. Dostlar, buraya gələndən sonra burada da pul var aşirətdən. Həzən bura keçir. Bu arada bunlar yəni xəyalım oldu. Mən bu adaya heç gəlməmişəm bu arada. Sulordu deyə bir boss var. Ora heç gedəməmişəm. Çətin bir bossdur. Baxın burada ox olur. Bura gəlirsiniz. Bura gəlib tullamağınız bəs eləyir. Niyə getmədi? Hə. Gəldi. Buradakı boss'un level'ını bilmirəm, amma əsas konumuz o deyil da. Burada bu yol var, gizəmli ağac. Bu ağacı təqib edirsiniz. Sizi çoxu pul olan yerə aparır və buradakı ağaclar normal ağaclar qədər deyil. Çox böyükdür, görmüş olduğunuz kimi. Mən bunların yanında yəni çox balaca dayanıram. Bunların %99.98% kimiyəm. Dostlar, burada gizli yer var, amma buradakı sandıqları da deyim. Baxın, birincisi burada. İkincisi orada. Aha, kəsiləcəm. Üçüncüsü burada. Baxın, çox sayda sandıq var. Bura gələn çox adam da yoxdur da. Bir də burada kule var. Bu da sizə doju verir. Doju. Belə, baxın bu. Bura gəlmək üçün 650 level olub. 750.000 pulunuz olmalıdır. Super şeyi verir də yəni. Ona 750.000 də yığdırmaq çox çətindir. Burada ki, buranı qırırsınız. Bir dəqiqə. Vapşim, belə bu şeyiz varsa flaşız. Qırmasaz olur. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxın, çox super dərəcədə pul verir. Mən 48.000-dən görün neçə dərəcə yüksəkdir. Çox super bir yerdir bura. Yəni tövsiyə edirəm, bura gəlsəz bu gizli yeri də unutmayın. Ondan başqa sizə nəyi başa salım? Başqa ağlımda bir şey var idi. Adımdan çıxdı. Adımdan çıxdı. Nəyi başa saldım? İşte adımdan çıxdı.
belə ondan sonra bu ağ yerdən geri qayıda bilirsiniz. İndi sizə indi yadıma düşdü. Sizə bu flaşı, auranı falan indi yerin başa salacağam. Bir də bu çoxlu tullanmanı. İndi gəlin biz belə daha asan gedilən yerə gedək. Çünki dediyim magma çölü çox uzun yoldur. Amma görün buradan görünürsə orada gedə bilərəm. Dəqiqə. Yox, görünmür. Mənim gəmim var idi burada. Baxın, savaş. Savaşır orada adam. Burada 100 səviyyəz varsa yenə də şükür edin yəni. Bir var səviyyəz olmayan 20 səviyyədə PvP atıl zaman sizi vura. Bir də var cənə 100 level olub mübarizə aparmağa gücü iradəviz olması. Yəni oyun vazgeçilməz dərəcədə çox super bir oyundur. Ondan başqa indi gedim bəşəm ilk magma çıxsa ya da qar yeri, qar adası, donmuş köy çıxsa qabağıma, ora getsəm. Amma indi tapa bilmirəm də hələ ki. Burada orada jungle var, burada orman, jungle. Bu təzədən buradan başqa qar adası əslində görünməlidir buradan. Bir dəqiqə. Mümkün də öyle göstərmir. Bu boyda xəritədə qar adası tapılmır da. Mən SEA bir çox da əzbərə bilmirəm əslində. Bir dəqiqə. Görevin rəngi dəyişir. Təzə biləm Allah haqqı. Oradakı evin dalı var. Görürsünüz? Bu addım var bu addım. Bunun yanındakı qırmızı yeri görürsünüz. O görev əslində sarı rəngdə idi. Sizə göstərmişdim. Vaxt çox tez keçdi. Block Freetə çox ekrancıya gəlir. Hər ekrancı gələndə adamlar əvvəlkini özləyir. Bu qar adasını tapanmadım. Sabah olsa daha asan taparam. Dəqiqə. Üstdən görünür elə bir sakit. Yox. Nədənsə hər videomda PvP atıram. Həqiqi. Başladığım videoya rağmen video başlatmağa günahım var da mən. Bir dəqiqə. Harada deyə vallahi tapam. Mesela bunun əksindədir. Tüpbənimiz geçsəm taparam. Hızlı ol. Mahnısı da keyiflidir. Bir dəqiqə axtarım. Tapamıram. Dönüb dolaşır jangla gəlirəm. Deyil ha, qabaqda, axır ki. Bir dəqiqə, biraz gedim, sürür. Mən videonu kəsəcəm burada. Dostlar. Bir dəqiqə. Yəni, bunu niyə kəsin? Hər nəysə. Ekran getdi. Videoda olduğum yerdə ekran getdi. Nəysə. Dostlar, geri gəldim. Biraz vaxt sərf elədim çünki video çox uzun olur. Birazdan bağlayacağım. Auranın yerində deyim. Bir dəqiqə burada olmalıydı. Bura biraz gələndə burada görürsünüz. Belə qara bir yer. Bura gələndə bu arada sizə dediyim yer buradır. Buradan su damcılıyır. Kupa ilə buranı
suyunu doldurursunuz. Burada da bu flash step'ti mi, auradı mı bu aura? Bu uzun tullamalı bunun yeri var. Burada ay ışın var. Bu 2 dəfə tullandığımdır. Aura sizə göstərdiyim kimi budur. Bir də flash addımı var. O da budur. Belə ışınlana biləmi? Bax odur. Elə bu dediyim, öyrətdiyim şeylər bu qədərdir. Yəni bir də təkrardan deyirəm. Meteor düşdü. Oradan Fury çıxmalıdır. Görsünüz. Gravity tulladı kimsə. Hər nəysə. Videomuz bura qədər idi. İzlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Bay bay.